Xoş gördük bir daha hörmətli izləyicilər. Bu gün biz sizə 19-cu əsrin 40-cı illərindəki islahatlar haqqında məlumat verəcəyik. İslahatlar dedikdə biz 19-cu əsrin 40-cı illərindəki məhkəmə, reskript və kənd əsasnaməsi toxunmayacaq. Bunu ayrıca islahat kimi video hazırlayıb təqdim edəcəyik. Bugünkü mövzumuzun əsasını isə 19-cu əsrin 40-cı illərində həyata keçirilmiş inzibati idarə sistemi təşkil edəcəkdir. Siz bildiyiniz kimi, 19-cu əsrin 30-cu illərində Şimali Azərbaycanda Rusiya müstəmləkəçiliyi əleyhinə baş vermiş üsyanlar yatırılsa da, hələ onu doğuran səbəblər qalmaqda idi. Eyni zamanda Komendant Üsul İdarəsində Rusiya hakim dairələrinin maraqlarına cavab vermədiyi üçün bunu ləğv etmək qərarına gəldilər. Ümumilikdə Cənubi Qafqazda və ya da Zaqafqaziya diyarında keçirilən islahatlar yenə də Rusiya imperiyasının müstəmləkəçilik sistemini möhkəmləndirməyə xidmət etməli idi. 1840-cı ildə Çar 1. Nikolay Zaqafqaziya, yəni Cənubi Qafqaz diyarının idarə olunması haqqında islahat təsisatını təsdiq etdi. Bunun nəticəsi idi ki, 1840-cı il 10 aprel tarixində Komendant Üsul İdarəsi ləğv olunması haqqında qanun verildi. Qanuna əsasən, yəni Komendant Üsul İdarəsi ləğv olunur, komendantlar vəzifədən uzaqlaşdırılırdı. Eyni zamanda Cənubi Qafqaz diyarında olan əyalət, dairə və distansiya bölgələri ləğv olunur və yaxud dəyişiklik edilir. Əvəzində isə Ümumrusiya idarəçiliyi əsasında və yaxud inzibati bölgəsi əsasında quberniya, qəza, sahə, yəni məntəqə bölgələri yaradılırdı. Bütün bu islahatlar dedik ki, Rusiya imperiyasının yəni Cənubi Qafqazda hakimiyyətin möhkəmləndirməsinə xidmət etməli idi ki, 1841-ci ildə Cənubi Qafqaz gördüyünüz kimi iki inzibati bölgəyə bölündü. Mərkəzi Tiflis olan Gürcü Emiriyyə quberniyası, sərhədlərin biz burada belə xəttləmişik və mərkəzi Şamaxı olan Xəzər vilayəti. Yenə bu islahatlarda, əvvəlki islahatlarda olduğu kimi əhalinin adət-ənənəsi və etnik tərkibi nəzərə alınmadan aparılmışdı ki, bu da bir növbəti tarixi ədalətsizlik idi. Deməli, Azərbaycan torpaqları idi ki, iki müxtəlif inzibati bölgəyə bölünməsi Azərbaycan növbəti, yəni vurulmuş zərbə idi. Belə ki, gördüyünüz kimi Şərqi Gürcüstanın yer aldığı Gürcü Emiriyyə quberniyasının tərkibinə Azərbaycan Çar Balakən dairəsi, deməli 19-cu əsrdə yeganə dəyişilməyən inzibati bölgü adı məhz Çar Balakən dairəsi saxlanıldı. Deməli, Çar Balakən dairəsi Borçalı sahəsi, Yelzavetpol qəzası, İrəvan və Naxçıvan qəzalarda. Bildiyiniz kimi 1828-ci ildə İrəvan və Naxçıvan xanlıqları ləğv olunub, Azərbaycan tarixinə növbəti bir zərbə vuruldu ki, məhz onların yerində erməni vilayəti və ya da idarəçi yaradılmışdı ki, amma 40-cı islahatlarında da bu sahədə dəyişiklik edildi, bu ərazilərdə. Məhz bunlar da qəza kimi məhz Gürcü Emiriyyə quberniyasının tərkibinə verilirdilər. Eyni zamanda Rusiya baş hakimi, yəni bu idarəçinin yenə də başında baş hakim durmaydı. O, general qubernator nisbətən geniş səlahiyyətlərə malik idi. Eyni zamanda quberniya və vilayət rəisi vəzifələri də yenə də ruslardan təşkil olunurdu. 1844-cü ildə isə Çar Rusiyası Cənubi Qafqazda növbəti dəyişiklik etdi. Belə ki, gördüyünüz kimi baş hakimliyi Qafqaz canişinliyi əvəz etdi. Yəni Qafqazın baş idarəsini Qafqazın canişinliyi əvəz etdi. Qafqaz canişini böyük səlahiyyətlərə malik idi, hərbi və mülki hakimiyyətləri əlində cəmləşdirmişdi və o, Çarın bölgədə ali hüquqlarının müdafiəçisi kimi çıxış edirdi, geniş səlahiyyətlərə malik idi. Digər tərəfdən Azərbaycanda gördüyünüz kimi məhz komendantları, qubernator və vilayət rəisləri də əvəz etmişdi. Məhz komendantlar hakimiyyətdən uzaqlaşdırılması ilə eyni zamanda yerli feodallar olan bəy və ağalar da idarəçidən uzaqlaşdırılırdılar. Deməli, onların uzaqlaşdırılması bilirsiniz ki, gələcək narazılıqları özündə əks etdirəcək. Biz bunu növbəti dərsdə izah edəcəyik. Bu eyni ilə ərəblərin Azərbaycanda yeritdiyi
yəni inzibati idarə sisteminə oxşar cəhətdir ki, əvvəllər yerli feodalların, yəni xidmətlərdən istifadə edirdilərsə, hakimiyyətləri möhkəmləndirdikcə, yəni onları ərəb məmurları ilə əvəz edirlər. Biz bunu məhz 1940-cı illərində məhz Rusiyanın da inzibati idarə sistemində görə bilirik. Deməli, yenə də onlar yenə dedik ki, ərəblərdə olduğu kimi burada ruslar təyin olunurdular və bu da təbii ki, növbəti bir özbaşınalığın əsasını qoymuş olurdu. Digər tərəfdən də biz burada qeyd etmişik ki, məhz əyalətləri, quberniya və qəzaları əvəz edirdi. Yəni əvvəllər bu ərazilər əyalətlər idi və ya dairə idi. Onlar qəzalara və yaxud da quberniya mərkəzlərə çevrilirdilər. Mahalların da bölgüsünə, keçmiş mahalların da bölgüsünə nahiyələr uyğun gəlirdi. Nahiyələrin də məhz sayını və miqdarını məhz Rus məmurları təyin edir və yaxud da müəyyən edirdilər. 1846-cı ildə isə Cənubi Qafqazda növbəti inzibati dəyişiklik baş verəcək. Məhz gördüyünüz kimi baş hakimliyi və canişinlik bu idarəçiliyə aiddirsə, 1846-cı ildə isə inzibati bölgü baş verəcəkdir. Belə ki, Gürcü İmeretiya quberniyası və Xəzər vilayəti ləğv olunur. Onların yerinə 4 quberniya yaradılırdı. Gürcüstanın qərbini əhatə edən Kutays, Gürcüstanın şərqini və Azərbaycan yenə də bu ərazilərini əhatə edən Tiflis quberniyası, Azərbaycanın Dərbənd və Quba qəzasını əhatə edən Dərbənd quberniyası və mərkəzi Şamaxı olan Şamaxı quberniyası yaradılırdı. Yəni bunlara da qubernator rəhbərlik edəcəkdir. 1849-cu ildə isə Azərbaycan ərazisində növbəti quberniya, yəni İrəvan quberniyası, biz buna sərhədlərini gördüyünüz kimi xəttləmişik, İrəvan quberniyası. 1859-cu ildə isə gördüyünüz kimi Şamaxıda baş vermiş zəlzələ səbəbilə onun mərkəzi köçürüldü Bakıya və bu andan etibarən Bakı quberniyası adlandı. Yəni Şamaxı quberniyası ləğv olunurdu və yaxud da fəaliyyəti sona çatırdı. Bu eyni ilə 1192-ci ildə Şirvanşahlar dövlətində baş vermiş inzibati dəyişikliyə oxşar cəhətdir ki, məhz Şamaxıda baş vermiş zəlzələ səbəbilə paytaxt Bakıya köçürülmüşdü hökmdar 1-ci Axsistanın dövründə. 1860-cı ildə isə gördüyünüz Dərbənd quberniyası ləğv olunur. Onun tərkibində olan Quba qəzası verilir Bakı quberniyasına. Özü isə birbaşa Rusiya mərkəzi idarəçiliyinə həvalə olunur və yaxud da verilirdi. 1868-ci ildə isə Azərbaycan ərazisində yaradılmış sonuncu Yelizavetpol, yəni Gəncənin adı idi ki, 1804-cü ildən məhz 1918-ci ilə qədər, Cumhuriyyətə qədər məhz onun adı belə adlanacaq. Məhz sonuncu quberniya məhz 1868-ci ildə Yelizavetpol quberniyası olacaqdır. Siz də videolarımızı bəyənməyi, paylaşmağı, abunə olmağı unutmayın. Növbəti dərsimiz məhz məhkəmə reskript adlı qanunun verilməsi və kəndi əsasnaməsi olacaqdır.